Dostlar, hamını Amerikadan salamlayırıq. IFBB Pro Rasim Həsənov Men's fizik üzrə Arnold Classic'in qalibi. Miami'dən biz sizinlə o çiyin məşqini bölüşəcək. Yəni mach ifsorunu, yanlara mach hərəkəti necə olmalıdır texnikasını Rasim bizə göstərəcək. Rasim, bu hərəkətin texnikası necə olmalıdır və yeni başlayanlar necə eləməlidir bunu? Deməli, yeni başlayanlar ilk öncə 100% mütləq qızışma hərəkəti eləməlidir ki, çiyin zədələnməsin. Çünki xırda əzələ deyənə zədələnmə ehtimalı böyükdür. Bu bir. İkinci əsas qayda ağır çəkilər qətiyyən olmaz. Çünki çiyin xırda əzələdir və orada maksimal dərəcədə çox işləməliyik. Bunun üçün də yüngül çəki götürməliyik. Çox, yəni 15-20 arası. Yəni çiyin 8, 10, 12 bunu sevmir. O çəki ilə işləyəndə təbii ki, biz daha ağır götürürük və zədələnmə ehtimalı çoxdur. Və bu zaman biz ağır çəki götürdükdə trapezləri daha çox gücə sala bilirik. Ona görə yüngül çəki 15-20 dəfə maksimum dərəcədə fokus olursunuz, konsentrasiya olursunuz çiyinə və asta-asta buraxırsınız. Gedə bir dənə göstər bana. Deməli, qaldıranda nəfəsi buraxırıq, salanda isə nəfəsi alırıq. Əli yana aparanda maksimal dərəcədə yan tərəfə aparırıq. Yəni, məqsəd yuxarı qaldırmaq deyil, məqsəd o başa, yana aparmaq deyil. Başa, hoppa, süper. Yavaş-yavaş burax. Həla, süper. Fokus olur yalnız çiyinlərdə. Trapezi çalış, gücə salma. Həla. Süper. Qida haqqında izləyicilərimizə nə deyə bilərdin? Yəni, çox adam düzgün məşq eləyir, amma misal üçün düzgün qidalanmır. Ən əsası yağ qaşını azaltmaq üçün nədən başlamalıdır? Yəni, qidada nəyə fikir verməlidir? 3 ən önəmli, misal üçün. 3 ən önəmli qaydalardan belə deyərdim. Yəni, əslində hər şey çox sadədir. Yəni, sadəcə ən sadə 3 qaydanı deyə bilərəm. Karbohidratı minimuma indirirsiniz. Yəni ki, düyüdür, qreçkadır, nə bilim, kartoşkadır. Bunları minimum eləyirsiniz və günün birinci yarışı yeyirsiniz. Bu birinci əsas qayda. İkinci əsas qayda, ən azı 3-4 litr təmiz su içirsiniz, təmiz su. Yəni kola, fanta, nə bilim, Red Bull, elə bir şey yox. Sadəcə təmiz su. Və üçüncü ən əsas və sadə qayda, səhər ac qarnına kardio edirsiniz. Səhər ac qarnına kardio edərkən piyyanma prosesi çox sürətlə gedir. Bu 3 dənə qaydaya riayət etsəz, tez bir zamanda piylərdən azad ola bilərsiniz. Dostlar, kanalıma abunə olmağı unutmayın. Videonun maksimum dəyini və paylaşın.